Bir digər mövzumuz etdiyi yaxşılığa görə minnət qoymaq. Allah Cəllə Cəlaluhu belə buyurur. Qısa olsun deyə ayələrin mealını oxuyuram. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla özünü xalqa göstərmək üçün sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Bəqərə surəsi 264-cü ayə. Peyğəmbər əleyhissalam buyurur: Üç nəfər var ki, Allah qiyamət günü onlarla danışmaz, onların üzünə baxmaz, onları təmizə çıxartmaz və onlar üçün dəhşətli bir əzab var. Paltarının ətəklərini yerlə sürüyən, etdiyi yaxşılığa görə minnət qoyan, başa qalxan, yalandan and içməklə ticarət malını artıran. Səhih Muslim, Əl-Camius Sahih, Kitabul İman hədisi. Əbu Umamə Əl-Bahilidən rəvayət edilən bir hədisdə Peyğəmbər əleyhissalam belə buyurur. Üç nəfər var ki, Allah Cəllə Cəlaluhu qiyamət günü onların nə fərz, nə də nafilə ibadətlərini və ya nə tövbə etmələrini, nə də fidyə vermələrini qəbul edər. Valideynlərinə əziyyət edən, etdiyi yaxşılığa görə minnət qoyan və qədəri yalan hesab edəndir. Həsən hədisdir, Tayalisi Musnədül Ənsarda keçir, Taberani Əl-Mucəmül Kəbir Babuz Zadda keçir. Yəni, minnət qoymaq, bir insana etdiyi yaxşılığa görə minnət qoymaq, başa qalxmaq belə bir böyük təhlükədir.